Salam, Səfəvi dövləti ilə bağlı növbəti dərsimiz olacaq. Bu mövzumuz Səfəvi dövləti 17-ci əsrin ikinci yarısında. Burada istər Səfəvi şahlarını öyrənəcək, istər Səfəvi dövlətində ictimai və iqtisadi vəziyyət haqqında məlumat öyrənmiş olacaq. İlk öncə başlayın. 17-ci əsrin ikinci yarısında ilk öncə bilməliyik ki, 17-ci əsrin ikinci yarısında Səfəvi dövləti heç bir halda Osmanlı ilə müharibə aparmadı. Yəni bunu qayda olaraq artıq bilmək lazımdır. Başlayırıq kimdən? Şah II. Abbas hakimiyyət ilə 1642-1666. Aha. Demək ki, Şah II. Abbas taxta neçənci ildə çıxıb? 1642-ci ildə. Həmin ildə nəzərə salırıq. Tarixdə digər hadisə nə olub? Aha, diqqətini çəkir nə? İngiltərə. 1642-ci ildə İngiltərədə birinci vətəndaş müharibəsi başlamışdır. Bir daha dedik. Şah II. Abbasın hakimiyyəti 1642-1666. Şah II. Abbasın dövründə olan hadisələr. O, əhalinin vergi borcunu enləyir, ləğv edir. Həmçinin Şah II. Abbasın dövründə Səfəvi-Rus münaqişəsi baş verir. Səfəvi-Rus müharibəsi 1653-1662-ci illərdə olmuşdur. Tərəflər Səfəvi şahı II. Abbas, Rusiyada isə bu zaman taxta Romanovlar idi, Aleksey Mixayloviç idi hakimiyyətdə. Gəlir niyə? Müharibə neçənci ildə başladı? 1653-cü ildə. Aha, yenə diqqətimizi çəkir nə? Yenə İngiltərə. Səfəvi-Rus müharibəsi başladığı ildə 1653-də İngiltərədə Borj inqilabı bitmişdir, Respublikaya son qoyulmuşdur və Oliver Cromwell'in diktatorası yaranmışdır, hərbi hakimiyyəti. Bu müharibənin səbəbləri bəs nə idi? İki səbəbdən dolayı bu müharibə başlamışdır. Belə ki, Ruslar gələcəkdə Azərbaycanı işğal etmək üçün Terek çayının sahilində hərbi məskənlər, qala tikirdilər. Digər səbəbi isə Rusların himayə etdiyi Kazaklar Səfəvilər dövlətinin ərazisinə basqınlar təşkil edirlər. Və buna görə də Şah II. Abbasın əmri üzərində hərəkət edən Şirvan bəylərbəyi Xosrov Rusların tikdirdiyi məskənləri dağıtmağa başladı. Beləcə müharibə başladı. 1653-1662. Müharibənin gedişatında Səfəvilər dövləti Rus hərbi məskənləri dağıtdılar və öz ərazisi təhlükəsini təmin etdilər. Bu müharibə o zaman Rus dediyimiz kimi hökümdarı Aleksey Mixayloviç bu müharibə hələ hazır olmadığı üçün, bu zaman Rusiya hələ güclü dövlət deyildir. Üstə gəldi ki, onların mənafeyinə zidd olduğu üçün Səfəvilər dövlətinə elçilər göndərdilər, nümayəndə etdi və müharibə bitdi. Müharibənin neticəsində nə oldu? Səfəvilər dövləti Şimali Qafqazda möhkəmləndi və öz nüfuzunu etdilər, artırdılar. Gəlir niyə? Digər şah gəlir, Şah Süleyman, hakimiyyəti 1666-1694. Ümumiyyətlə, 17-ci əsrdən etibarən böyük coğrafi kəşflər nəticəsində İpək yolu sıradan çıxır. Və bununla da Səfəvilər dövlətinin, Azərbaycan Səfəvilər dövlətinin Avropa əlaqələri zəifləyir. Və bundan etibarən artıq Azərbaycan Səfəvilər dövləti ticarətdə Rusiyaya meyl etməyə başlayırlar. Yəni, Azərbaycan ipək xüsusilə məhsulları, ən əsası ipək, Rusiya bazarlarından Avropa doğru çıxmaya başlayır. 1667-ci ildə Şah Süleymanın dövründə Səfəvilər dövləti ilə Rus dövləti arasında ticarət müqaviləsi imzalanır. 1667 müqavilənin şərtinə görə Səfəvilər Rus tacirlərinə imtiyazlı gömrük hüququ verirlər və onlar istədikləri kimi Səfəvi dövləti arasında ticarət hüququnu əldə etmiş olur. Elə həmin ildən 1667-ci ildə Süleymanın digər fərmanı ilə isə Rus tacirlərinə Səfəvilər dövləti arasında xüsusi ehtiram olunmasına əmr verilir. Bu dövrdə, Şah Süleymanın dövründə Səfəvilər dövləti ərazisinə Don Kazakları basqınlar edilirlər, qarət məqsədi ilə. Don Kazakların ən böyük yürüşlərindən biri 1668-ci ildə olmuşdur. Bu yürüşə Stepan Razin başçılıq edir. O, Dərbətdən qılana qədər olan Azərbaycan ərazilərini etdi, qarət etdi, qələmət ələ keçirdi. Lakin Stepan Razinin Azərbaycan Səfəvilər dövləti ərazisində basqınları Rus, Azərbaycan Səfəvilər dövlətinin əlaqələrə ciddi bir maneə törədir. Ona görə isə Ruslar özləri Stepan Razini cəzalandırmış oldular. İndi isə gəlirik 17-ci əsrin ikinci yarısında ictimai və iqtisadi vəziyyətə. İlk öncə başlayırıq torpaq formalarında. Hansı torpaq formaları var? Bunlar divan, dövlətə məxsus idi. Bunlar xas və yaxud da xalisə, şah və onun ailəsinə məxsus idi. Bunlar soyurqal. Soyurqal və tiyul xidmətə görə verilən torpaq idi. Düzdür, biz bilirik ki, soyurqal olub əsasən Qaraqoyunlu və Ağqoyunluda. Məhz elə Qaraqoyunlu və Ağqoyunlunun bir növ evini yıxan, yəni onları vahid halda olmasının səbəbi soyurqaldır. Niyə? Soyurqal xidmətə görə verilir. 1. 2. Soyurqal sahibi dövlətə vergi vermir. 3. Soyurqal irsən keçirdi. Səfəvilər dövləti bunu yaxşı başa düşürdülər. Ona görə də 16-cı əsrə etibarən soyurqalı onlar ləğv etdilər.
Lakin ləğv etsələr də, yenə az sayda da olsa, bəzən onlara xidmət edən adamlara soyurqal verirlər. Digər xidmətə görə verilən torpaq tiyul idi. Tiyul soyurqaldan oxşar cəhət o idi ki, xidmətə görə verilir. Fərqi cəhətdir, tiyul sahibi dövlətə vergi verir, tiyul şəxsi deyil, o şərti idi. Yəni, bir məmur və yaxud da hərbiçi xidmətini baş çatdırır, bundan sonra tiyul ondan əlindən alınır. Mülk, bu şəxsi idi feodalların. Vəqf dini dairələr məxsus idi. Cəmaat isə icma torpağı idi, bu kəndlərin ümumi istifadəsində idi. Əsas torpaq formaları divan və xas idi. Bir daha dedik, bu dövrün torpaq formaları divan, xas, soyurqal, tiyul, mülk, vəqf və cəmaat. Digər gəlirik kəndli qrupları. Bu dövrdə 3 kəndli qrup var idi. Rəyyət, digər bunun adı nədir? Hampa. Rəyyət və yaxud da hampa. Yəni, testlərdə və kitablarda bu yazılır. Rəyyət nədir? Kəndlilər, o hansı kəndidir? Ağasından feodalların aldığı torpağı özü becərən, özünün əmək alətləri və toxumu, iş heyvanı olan kəndli qrupuna rəyyət və yaxud da hampa deyilir. Rəncvər bunun əksidir. Nə əmək alətləri var, nə toxumu var, nə də iş heyvanı var. O bir növ günahmuzçu kimi işləyir. Elat isə kimlərdir? Yarım köçəri, feodal, maldar, kəndlərdir. Bunlar xidmət etdiyi üçün dövlətə, yəni orduda xidmət etdiyi üçün elatlar rəyyət və rəncvərə baxmış, şah onları bəzi vergi və mükəlləfiyyətləri azad etmişdir. Baxın, diqqət etmək. Elatların səhəli şahları bütün vergi və mükəlləfiyyətlərdən azad etməyib. Bəzi vergi və mükəlləfiyyətlərdən azad edib. Səbəbi isə elatlar orduda xidmət edirdi. Və buna görə elatlar rəyyət və rəncvərlərə baxmış, daha yaxşı inkişaf edir və yaxşı yaşayırlar. Hakim təbəqə 3 yerə bölünürdü. Hərbəyanlar, ruhanilər, digərləri isə məmurlar edir. Qeyd etməliyik ki, bu dövrdə sənətkarların birliyi adlanırdı əsnaf. 13-cü əsrdə Azərbaycanda sənətkar birlikləri əxliki adlanırdı. 17-ci əsrdə isə bu adlanır nə? Əsnaf. Sonra gəldik ki, bu dövrdə vergi tədbirləri, ümumiyyətlə, Səhəndər dövlətində vergi tədbirləri kimlər keçirir? Şah Təhmasib 1565-ci ildə Monqollardan qalan tamğa vergisini əvəz etdi. Qeyd etməliyik ki, tamğa Monqolların dövründən qalıb. Qeyd etməliyik ki, tamğa sənətkar və tacirlərdən alınırdı. Qeyd etməliyik ki, tamğanı qoyuna kimlər uzun əsən ləğv etmək istəmişdir, amma edə bilməmişdir. Edən 1565-dən Təhmasib oldu və tamğanın ləğvi ilə artıq ticarət nə oldu, inkişaf etməyə başladı. Həmçinin vergi tədbiri keçirib Şah 1. Abbas Səhvi Osmanlı müharibəsinin gedişatında bəzi şəhərləri vergidən azad edib. Həmçinin 2. Abbas dedi ki, əhalinin vergi borclarını ləğv edib. Həmçinin də Şah Hüseyin də vergi tədbiri keçirilmişdir. Gəlir niyə? 16-cı əsrdən etibarən Azərbaycanla ticarət əlaqəsini etmək üçün İngiltərə dövləti də buna önəm verirdi. 16-cı əsrin birinci yarısında, xüsusilə 16-cı əsrin ortalarından etibarən İngiltərənin 2 ticarət şirkəti Azərbaycanla ticarət əlaqələrini qurmaqda maraqlı idi. Bundan hansıdır? İngiltərənin Ostin şirkəti və Moskva şirkəti. Baxın, Moskva Rus adı olsa da bu İngiltərənin qurduğu şirkət idi, ticarət şirkəti idi. Və Şah 1. Təhmasibin zamanında 16-cı əsrin 50-ci illərində Moskva şirkəti nümayəndəsi Antoni Jameson Səhərlər dövləti ərazisinə gəlir. O, Şirvan Bəylərbəyi Abdullah xan ustacılığı ilə ticarət müqaviləsi imzalayır. Bir daha deyirik, 16-cı əsrin 50-ci illərdə Səhərlər dövlətində Şah Təhmasibin hakimiyyəti idi. İngiltərənin Moskva şirkəti nümayəndəsi Jenkinson Şirvana gəlir bu əraziyə və o, Abdullah xan ustacılığı ilə ticarət müqaviləsi imzalamış olur. Lakin İngilis şirkətlərinin, həmçinin İngiltərənin Moskva şirkətinin Azərbaycanda ticarəti fəaliyyəti Rusların ürəyində deyildi. Ona görə Rusların istəməməsi üzərində, yəni Ruslar istəyirdi ki, Azərbaycan ipəyini Avropaya onlar daşısınlar, İngilis şirkətləri deyil. Ona görə də 16-cı əsrin sonunda Moskva şirkətinin fəaliyyəti Azərbaycanda nə oldu? Dayandırılmış oldu rəsmən. Gəlirik bu dövrün vergiləri. Əsas vergi malcəhət idi. Malcəhət idi. Digər məsələ. Bu dövrün şəhərləri. Gəlir niyə? Ərdəbil, Səhəndər dövlətinin əsas dini siyasi mərkəzlərindən biridir. Elə dini olaraq birinci mərkəz idi. Təbriz şəhəri Səhəndər dövlətinin ikinci böyük şəhəridir. Ali Başkomandan, Saxlıq Qüvvələrinin komandanı Təbrizdə yerləşirdi. Lakin 1555-ci ildən etibarən paytaxtın Təbrizdən Qəzvinə köçürülməsindən sonra Təbrizin iqtisadi və siyasi həyatında bir növ düşüş oldu. Ərəş. Ərəş xüsusi ipəkçilik mərkəzlərindən biri idi. Ərəş şəhəri indiki Yevlax rayonunun ərazisində düşür. Gəlirik Şamaxı. Şamaxı şəhəri Şirvan Bəylərbəyliyinin mərkəzi, həmçinin o da mühüm ipək mərkəzlərindən biridir. Beyləqan şəhəri
Səlcuqluların dövründə mərkəz idi. Lakin Monqol yürüşləri zamanı bu şəhər dağıdılmışdı. Ona görə də bir növ iqtisadi və siyasi olaraq geriləmişdir. Dərbənd şəhəri 15-ci əsrə qədər Azərbaycanın ən böyük liman şəhəri olub. Artıq səfərlərdən etibarən bu keçib Bakı şəhərinə. Lakin bu dövrdə Dərbənd yenə də Azərbaycanın əsas liman şəhərlərindən biri idi. Gəlirik Bakı. Bakı şəhəri artıq 15-ci əsrdən etibarən dediyimiz kimi Azərbaycanın ən böyük liman şəhəridir. Həmçinin səfərləri. Gəncə şəhəri. Gəncə şəhəri də Səlcuqluların dövründə canişinlik mərkəzlərindən biri olan şəhərlər idi. Həmçinin burada var Naxçıvan. Naxçıvan isə xüsusi ərazisindən ticarət yollarının keçdiyi bir şəhər idi. Gəlirik 16-cı əsrin memarlığı. Memarlığı bu dövrdə iki hissəyə ayırmışam. 16-cı əsrin memarlığı, bir 17-ci əsrin memarlığı. 16-cı əsrin memarlığı hansıdır? Bu Ərdəbil şəhərində Şeyx Səfi məqbərəsi, Qusarın Həzrə kəndində Şeyx Cüneyd məqbərəsi, həmçinin burada var Meşkin şəhərdə Şeyx Heydərin məqbərəsi, Bakının şərq dərvazaları, bu oldu 16-cı əsr. Bir daha edelim. Səfəvilər dövlətinə aid olan 16-cı əsr memarlıqları hansılardır? Ərdəbildə Şeyx Səfi məqbərəsi, Qusarda Şeyx Cüneyd məqbərəsi, Meşkin şəhərdə Şeyx Heydər məqbərəsi, Bakının şərq dərvazaları və həmçinin Naxçıvanda 50-ci çay üzərində körpü. Bu da 16-cı əsrə aiddir. 17-ci əsr memarlığı isə hansılardır? Bakıda Suraxanada Atəşgah, Gəncədə Şah Abbas məscidi, Bakıda Nardaran məscidi, Təbrizdə Şibli Karvansaray, Şamaxıda Kalaxana və Bakıda İçəri şəhərdə Multan Karvansarası. Və bununla da Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısında hökmdarlarını, həmçinin ictimai-iqtisadi vəziyyətini və həmçinin memarlıq mövzusunu bitirmiş olduq. Dərsimiz bundan ibarətdir.